Kızlar, ben bugün sizinle ne bölüşmeyi istirdim? Paltar kurudan maşın hakkında. Benim maşınım Samsung'du, bakın. Böyle yandırıram. Burada programlar var. Çoxdur yani program. Bu belə olabilir. Yani bu kanalizasiyada qoşabilir ya da elə belə də qoyula bilir. Elə belə qoyulduğunda burada dolubmuş. Baxın, belə su şeyi var da. Qabı bu su bura yığılır. Dolub, hətta məndə də boşaltmaq, baxın, dolub. Amma kanalizasiya mən sonradan alınıb deyə, mənim maşınım sonradan alınıb deyə hamamda adətən paltar yuyulan maşının üzərinə qoyulur. Mən də orada, yəni bunu sonradan aldım deyə orada mebel var deyə qoya bilmədim. Ona görə bunu belə kladovkada qoymuşuq, belə отдельно bir otaqda. Kanalizasiyaya qoşa bilməmişəm. Mən də ona görə kim paltar qurudan maşını alırsa çalışın kanalizasiyaya qoşun. Çünki bunu hər dəfə bəzən olur ki, baxın, ağzına kimi dolub. Mən yadımdan çıxır. Dolduqdan sonra indi mütləq bunu boşaldacağım. Yəni bu dolur hardasa 3. O baxır paltarın yüklənmə şeyinə də, nə qədər yükləyirəmsə maşına, yəni paltarın bir də acımından asılıdır. Paltar quruda yuyulan maşında hansı şeyə sıxma şeyinə qoymuşamsa da, yəni paltarın sulu olmağından asılıdır. 3 qurudandan, 4 qurudandan sonra mən bunu boşaltmalıyam. Belə yandırıram. Tez-tez danışıram ki, boş video uzun olmasın. Baxın, proqramlar var. Pambıqları atıram. Maksimum 9 kilo olmalıdır. Mən çəkmirəm. Elə nə qədər olur atıram. 3 saat 40 dəqiqə yazılır. Amma o demək deyil ki, 3 saat 40 dəqiqəyə çəkir o. Elə olur 2 saatda qutarır. Elə olur 1 saatda qutarır. O baxır paltarın qalınlığına, ya atdığın çəkisinə. Yəni belənçik. Burada çox şeylər var. Yəni bilməli şeylər də. Mən çox şeydən elə də istifadə eləmirəm. Sadəcə ən çox mən bunda pambıqlarda quruduram. Sonra nə var? Yunlar. Yunlar görsünüz 1 kilo olmalıdır. Maksimum 25 dəqiqəyə tam qurutmur yunları. Pastel üzləri maksimum 2 kilo, 2 saat 50 dəqiqəyə. Yenə dediyim kimi tez də ola bilər. Bu 2 saat 50-dən tez də quruya bilər. Havlular, polotyansalar, məhrabalar, dəsmallar elə çıxır qızlar, elə çıxır qurutduqdan sonra. O məhkəyə quruşkalar olur. Bax, elənçi polotyansalar, elə dəsmallar, yəni çox yumşaq olur, çox belə mişqalar kimi. Sonra qarışıq yük, pambıqlar, hər şeydən 9 kilo, o da 3 saat. Hızlı qurutma, tez qurutma. Məsəl üçün, harasa gecikirsinizsə, tez nəsə qurutmaq istəyirsiniz, 1 kiloya qədər olar. O 35 dəqiqəyə qurudulur. Sonra sintetiklər 4 kilo yarım ola bilər, 1 saat 20 dəqiqə. Həssas paltarlarla, yəni onun vaxtlarına baxmıram. Belə zaman ayrılıq qurutma, sonra super hızlı. Belə də baxın, ütü qurutma. Ütü qurutmada tam qurutmur. Ütüləmək şeyində çıxardır, nəm şəkildə. Hava ilə yıkalama. Hava ilə o yıkama nə deməkdir qızlar? Məsəl üçün, hansısa paltarı çöldə geyinib gəlirsiniz, onun üzərindən qoxu gəlir də, sigaret çəkən bir alanda olmusunuz, ya nəsə sigaret qoxusu, nəsə bir də o paltarı elə belə yumadan atırsınız, burada onu havalandırırsınız paltarı. Elə bir paltarın iyisini götürməkdən ötürü hava ilə yıkama. Havalandırma. Onu heç bilmirəm. Yəqin ki, maşının için havalandırmadır. İllik hava. Bu nədir bilmirəm. İllik hava. Bunda heç çoxsun heç şeyləməmişəm. Gömləklə, köynəklər 2 kilo 1 saata qurudur. Hijyenli bakım, sıcak
higiyeniya mikroblar qaynar istilikdə səssiz qurutma. Yəni baxın belə bu qədər. Hə, indi də nəyə göstərim sizə? İçi də çox böyükdür. Mən də maşının içinə baxın nə qədər böyükdür. 2 dənə yorğan ata bilərəm. Bunda xalça belə də o belə xalça deyəndə o sərilən xalça kimilər heç atmıram mən. O mətbəxdəkini atmışam 1-2 dəfə. Özünün də spesialni belə bir şey var. Nə deyirlər ona, reşotka kimi var. Ayaqqabı qurutmaq üçün o reşotkanı belə qoyursan, onun üzərinə ayaqqabı qoyursan, ta fırlanmır bu maşın. Sadəcə hava buraxır, elə qurudur. Ayaqqabı fırlananda axı o tərəfə, bu tərəfə dəyib zay olur. Ona görə o reşotkanı belə qoyursan, onun üzərinə ayaqqabıları yığırsan və xod deyirsən. Hə, ən vacibi, baxın qızlar, bunu ən göstərmək istədiyim sizə budur. Zibil yığılır bunun içinə. Biz elə bilirik ki, paltarlar quruyandan sonra onun üzərində, paltarlar yuyandan sonra onun üzərində heç bir şey qalmır. Çox təmiz olur, bayaqdan işığı yandırmıram. Burada xaladiyeni var, onun da səsi başladı. Yəni, o qədər şey qalır ki, qızlar, ən çox da allergiyası olan xanımda deyirəm, insanlara çox xeyirlidir bu paltar qurutma. Mütləq, yəni, allergiyası paltarın üzərində o qədər, indi göstərəcəm sizə, o qədər tuz, tük. Qabaqlar mən pastel dəyişəndə həmişə qapını, pəncərəni açırdım ki, pastelin üzərindən təmiz, sanki toz tökülürdü də. Amma indi heç bir pəncərə açmadan arxayınlıqla təmiz şey eləyirəm, dəyişirəm. İndi bunu götürək. 6 dəqiqə keçdi. Bunu boşaldaq. Baxın, belə qaldırıram. Belə. Bunu açıram qızlar, belə. İndi baxın bunun içinə. 2 dəfə, 3 dəfə. Ay Allah, toza bax. Uçdu. 2 dəfə ya 3 dəfə yumuşam. 2 dənədir iç-içə. İndi görün nə çıxır bunun içindən. Bax. Tük, toz, hər şey. Bax. Deyirik ki, paltar yolanda təmiz olur. Heç də üzərindəki zirzibil hamısı qalır. Ona baxın. Bax, görürsünüz qızlar. Bu hamısı gəlir, girir nəfəsimizə. Bu tozun hamısı. Ən çox da mənə şey eləyən pastellərin hiss eləmək ki, pastel sərəndə nə qədər tozu, heç nəyə olmamağı adamı o qədər rahat eləyir ki. Bu birində toza baxın yerdə. Hə, çox adam deyəcək ki, onun hamısı paltarları köhnəldir. Nə bilim, paltarın üstünün şeyini aparır. Elə deyil qızlar, valla. Üstün köhnəldi beləmir. Ondan da ki, lap belə köhnəlsin. Onsuz da indi o qədər hamının evində paltar varsa, heç bilmirik biz o paltarları neyniyək, hara yığaq, nə də köhnəlmək bilmir. O əvvəl idi, bir uşağı alırdılar analarımız, atalarımız da keçmişdə hamının da evində 5-6, 10'a kimi uşaq olurdu. Biri giyinirdi, onu da alacan, o biri bacı, qardaş, hamısı birinin paltarı ilə hamımız böyüyürdük. Amma indi o qədər paltar alırsa, evdə də yer tapa bilmirik. Yəni, demək istədiyim odur ki, əgər deyirsinizsə ki, paltar qurudan maşını köhnəldir, qoy köhnəlsin, elə paltarlarımız elə köhnəlsin qızlar. Ona görə mən məsləhət, toza bax, gör necə uçur. Çox məsləhət görürəm. Mənim özümdə allergiyam var, toza qarşı allergiyam var. Ona görə çox rahat olmuşam bu maşını alanlar. Biz bu maşını, bir də belə bir söz deyim qızlar, siz birdən düşünərsiniz ki, paltar
qurutma almaq istəyəndə mağazinə girəndə sizə məsləhət görərlər ki, həm qurudan, həm yuyan bir yerdə maşınlar var. Qətiyyən heç vaxtı onu almayın, heç vaxtı. Çünki mən ondan 2 dənəsini almışam. Biri Rusiyada, biri də burada. Onlar həm belə toz yığılan yerləri yoxdur onların. Onlarda yoxdur bu toz yığılan. O deyirlər, güya promoşiyaya gedir də, belə kanalizasiya gedir. Bir də ki, o qurudanda paltarları qırış-qırış çıxardır. Yəni, qırış-qırış deyəndə mənim xoşum gəlmir. Nə də ki, mən də sonradan araşdırdıqdan sonra mən almışam, amma işlətməmişəm heç. 1-2 dəfə qurutma ilə işlətmişəm. Araşdırdıqdan sonra bilmişəm ki, o toz nəfəsimə gedir, yəni danışmaq mənə hətta çətinliyi yaradır. Toza qarşı allergiyam yox. Hə qızlar. Yəni sonradan arayıb araşdırdıqdan sonra bilmişəm ki, paltar qurudan maşın bir yerdə almaq yaxşı deyil də, sərf eləmir, yaxşı işləmir. Ancaq addelini gərək alasan paltar qurudan maşını. Neyse, biraz bu qədər bu paltar qurudan haqqında sizə məsləhət verdim. Bəzi xanımlar, məsəl üçün, mən özüm şəxsən nəsə alıram, almaq istəyirəmsə texnikadan. Mən, nə bilim, 1 ay, 2 ay, 3 ay pastayanla YouTube'da axtarışlar eləyirəm. Onun haqqında hər şey bildikdən sonra alıram. İndi bu videonu yükləyəcəm. Belə axtarışda olan xanımlar görəndə onlara şey olar da, məsləhət olar, bilər ki, nədir, nə deyil. Yəni, mən məsləhət bilirəm. Paltar qurudan maşın çox belə evdə lazım olan bir texnikadır, əşyadır, nə deyirlər, ona əşyadır, nə bilim, nə. Hər xanıma lazım olan bir ləvazimatdır. Texnika dopşundan bilmirəm, başqa bir nə deyim. Beləliklə, xanımlar, bu paltar qurudan maşın haqqında videonu çəkmiş oldum. İzlədiyiniz üçün mən bir xeyrim sizə dəydisə, nə xoş mənə, rahat oldum. Siz də məni vaxtınızı sərf eləyib izlədiyiniz üçün çox təşəkkür edirəm. Like qoymağı da unutmayın ki, qoy çox izləyicinin qarşısına çıxsın bu video. Və kimin fikri, kim düşünürsə paltar qurudan maşın almağı qoy qarşısına çıxsın və heç düşünmədən alsın. Hələlik bu qədər qızlar. Gələn videolarda da Allahın izni ilə görüşmək ümidi ilə sağ olun.